Bu tozun torpağın içində çalışmaq, günün altında çalışmaq mənə keçmişimizi xatırladır. Yəni bu insanın əlinin qabarı, alnının təri həqiqətən insana böyük bir hikmətdir, böyük bir sağlamlıqdır. Geçmişdə ata, ana bizim üçün elədiyi dualara baxıram. Həmişə əllərin qaldırardı, anamın gözəl bir duası vardı. Deyədi, ilahi, hamının balaların xoşbəxt elə, bizim də balalarımız onun içində. Atamız da həmişə elə dua eləyərdi. Hər zaman onlardan birinci özgələr üçün dua etdiklərin hiss elədi. Hər kəs istəyirsə, övladının tam olaraq hər şeyin rahatçılığını ona vermiş olsun. Evin, eşiğin, hər şeyində. Uşaq həyatda nə əldə edib yaşamaq istədiyin hamısını ona versin. Elə bir uşağın həyatda nə əldə edəcəklərin əlindən alır. Biz ata-anadan ancaq belə düzgün, xoş niyyətli, əxlaqi biz tərbiyə gördük. 11 uşaq idi, ata-ana 13 nəfərdən ibarət idi. Balaca bir evimiz var idi. Balacadan böyüyə oturardıq. Balaca bir tavada anam yemək bişirərdi. Balıq, kartof, belə şeylər bişərəndə kağızın üzərinə qoyardı, anam qoyardı qabağımıza. Geçən yaşda nə gördük? Şor gördük, şor balığı gördük, ayran aşı gördük, ovduğu gördük, dişləmə çay gördük. Dişləmə çay nə idi? Qənd verərdilər bizə. Bir də çörək. Qənddən dişləyərdi, çörəkdən dişləyərdi. Çörəkdən dişləyərdi, formalaşardı. Amma o al günün altında çalışmaqlar var idi ki, şükür Allah mənim 53 yaşım var. O zamanlar biz ata-anadan sistem vurmaq nədir, həkimə getmək nədir, belə bir şeylər heç görmədim. Mən erkən yaşımda, ya indiki olan xəstəliklər o vaxtda heç yox idi. Yəni o az yesəydə o günün altında ağır həyat yaşamağımız bizə can sağlığı gətirirdi. Yəni o binövrədə sağlam həyat sürmək bugünkü gün bu yaşda bizi tam sağlam olaraq həyatda saxlayır. Allah bərəkət versin, 53 yaşım var. Yadıma gəldi, atamın 73 yaşı var idi. Bax, buralarda ot biçərdi. Mən o atamla bərabər yem biçənməzdim. Aşağı yuxarı bilirəm ki, haradasa atam mənim bir 50 yaşında zadında, 49-50 yaşında düzəldir də binövrəm, evin ən kiçiyi mənim. Və demək istəyirəm ki, o sağlam kişilər, sağlam həyat tərzi, sağlam əxlaq, sağlam niyyətin nümunəsidir ki, bugünkü gün biz bu çörəyin sahibiyik. Yəni, mal, mülk xərclənə gedər. Atamın bir sözü var idi. Deyirdi, ağıllı övlad neynir dədə malın, səhvi övlad neynir dədə malın. Yəni, odur ki, övladın ağlı varsa, o qazanacaq. Və ata da, ana da bizə gözəl əxlaq tərbiyə verdi. Və insanlıq nümunələri qoydular, getdilər. Maldan, mülkdən qoymadılar, gözəl əxlaqdan qoydular, getdilər. Yəni, atamın bu bizə verdiyi istiqaməti, yəni mal mülkə deyilir, cəmaatın heyvanını saxlayardı, naxıra gedərdi, qaralçıq olmuyor atım, 70 manat maaş alardı. Yadıma gəlir, bizim məhəllənin qabağında ərə çəkərdilər kişilər. Yəni bu toza torbağa və ayaqları baxıram, bəzən insan yerə tozdan torpaqdan nə hikmət. Kişilər yekən meşədən palıqları gətirərdilər, ərə çəkərdilər bizim evin qabağında. Belə şey düzəltmişlər, taxtalardan ağacı qoyardılar, bir nəfər altda qalardı, bir nəfər yuxarıda. Ərəni çəkərdilər aşağıdan yuxarı, maşallah olsun, qol elə qüvvəli idi ki, o yoğunluğa palıd ağacın əri ilə evlər üçün material çəkərdilər. Yəni o kişilər o ağır acılı, içdikləri nə idi? Ayran, quyunun suyu, Pepsi, Cola, Fanta, nə bilim, soğuk, belə şeylər nə idi? Heç bir şey yox idi. Yedikləri böyütkən varı, nəsə zadı. Böyle o günlərin formalaşdı. Yəni tozun torpağın al günün altında işləməyin hikməti böyüdür. Yəni adam bu günün altında buğdalıqda ot yığardı çiynimizə. Evlə ot daşımışdıq, çiynlərimiz burada riyə salmışdı. Yəni həmən günlərin formalaşdığı bu gün bizi sağlam həyatda saxlayır. Şükür Allah maldan, mülkdən Allah verib o gözəl əxlaqın nümunəsi olaraq Azərbaycanda biz ərkibən transport olaraq maşın sayına görə nömrə 1-ik masallı olaraq. Yəni xidmətimiz dünyanın 4 bir yarını əhatə edir. 300-dən artıq heyətlə çalışırıq. Yəni bu zamanları erkən yaşdan gətirib formalaşdırmışıq. Yəni böyük bir müəssisə yaradırıq burada. Azərbaycanın bütün köşələrindən gəlib burada onların qalmaq imkanları olsun. Və bu sahəni öyrənmək üçün haralarasa üz tutmasınlar. Elə Azərbaycanımızda öyrənmək üçün onlar üçün şərait yaradaq. Böyük bir bina tikmişik ki, başqa bölgələrdən bura üz tutanda
onların hər şəraitin təmin edər. İstər təhsilin, istər təcrübəsin, istər bir insan kimi formalaşmasın. Yəni stadionumuz var, baseniyamız var, yəni at sürmək üçün atımız var, yəni sənət öyrənmə yerimiz var, gözəl gündəlik yeməklərin bişirilir insanlar üçün. Yəni bundan gözəl nə xidmət ola bilər? Hər bir insan öz torpağını, öz vətənini sevirsə, özün vətənin uğrunda xərcləməlidir. Yəni həyat yaradıcılığımız barəsində uzun-uzun danışıb örnək götürmək olar. Kim idi, indi kimi, necə buralara gəldi? Hələlik bu qədər.